Rusların en büyük sözü nedir? Человек. İnsan. Человек Türk sözüdür. Çelebeğ deməkdir. Rusların en büyük sözü nedir? Mama. Mama nəmədir? Süd orhanı deməkdir. Papa, baba deməkdir. Babuşka, babavuşka deməkdir. Baba mənim, uşka şəkilsi sənin. Deduşka, dayı, dədə mənim, uşka şəkilsi sənin. Niye? Niye kimdir? Nələ? Ve başka harflar da. Bak İngiliz dilinin adı yine Türk sözleri var. Romalıların totemi Rus'tur. Romul kardeşleri kurdun döşünden süt emirler. Onların emblemidir. Yoklayla erle biten bütün uşakların hamısı Türk'tür. Macarlar, Bolgarlar, Uygurlar, Xəzərlər, yine Xəzərlər, hamısı Türk'tür. Dünya Türk'ten öğrenedir. Başka milletler onun varyasyyalarıdır. Kim bu əxlaqı gelip çatırsa, elimin sayesinde hoşbaxt olur. Əhməd Şimili gelip çattı. Rus alimler var, məktublaşırlar, istəyir ondan bizim böyük yaşımızla gelip çatırlar. Öz əcdadlarını tanımaq bilərlər. Bəşəriyyət vahiddir, planet vahiddir, güneş vahiddir, bahar vahiddir, Allah vahiddir, insanlık vahiddir. Bu vahidliği keşf eləmək gerek, tapmaq gerek. Yalnız o zaman insanlık hoşbaxt olacaq. Eşq olsun sizin iradənizə.